Amerikalı jurnalistin IŞİD terör təşkilatı tərəfindən başının kəsilməsinə Birləşmiş Ştatlar prezidenti Barack Obama'nın münasibət bildirməsindən sonra rəsmi Washingtondan reaksiyalar davam edir. Bu barədə daha ətraflı məlumat almaq üçün aynısın Washington bürosuna bağlanırıq. Rita Ömərova bizimlə birbaşa bağlantıdadır. Rita, hər vaxtın xeyir. Jurnalistin başının kəsilməsi hadisəsinə son reaksiyalar necədir? Salam Natıvan. IŞİD terör gruplaşmasının Amerika Birleşmiş Ştatlarından alınan jurnalist Stefan Sörtof'un başının kesilmesini əks etdirən video görüntü yayımladıktan sonra Birleşmiş Ştatlar Prezidenti Barack Obama bəyan edib ki, bu son hadisə Amerika xalqını qorxutmayacaq. O, IŞİD gruplaşmasının jurnalistə qarşı törətdiyi hərəkətlərin dəhşətli bir zorakılıq aktı olduğunu bildirib. Estoniyada çıxış edən Obama bildirib ki, IŞİD gruplaşması sonunda geri çəkilməyə məcbur olacaq və o, bu terör gruplaşmasını məhv etmək üçün əllərindən gələni edəcəklərini deyib. Bir neçə saat bundan önce Amerika Birleşmiş Ştatlarının dövlət katibi John Kerry də məsələyə münasibət bildirib və John Kerry'nin çıxışı çox böyük maraq doğurub. Çünki Kerry çıxışına "Selam aleyküm" kəlməsi ilə başlayıb və Kerry bildirib ki, IŞİD gruplaşmasının hərəkətlərinin İslama heç bir aidiyyatı yoxdur və bu gruplaşmasının hərəkətləri əslində İslamın gerçək üzü deyil. Jurnalistin qətlindən sonra Barack Obama Amerika Birleşmiş Ştatlarının səfirliyini və səfirliyin əməkdaşlarını mühafizə etmək üçün daha 350 Amerikalı hərbiçinin Bağdada göndərilməsinə dair Pentagona göstəriş verir və bununla da İraqda olan Amerika hərbiçilərinin sayı 820'ye çatıb. Bundan başqa Amerika Birleşmiş Ştatları prezidenti son baş verən hadisələrlə əlaqədar dövlət katibi John Kerry və müdafiə naziri Jack Hagel'in yaxın vaxtlarda yaxın şərqə səfər etməsinə dair göstəriş də verib. Bu qədər. Teşekkür ederim. Bu aynısın Washington bürosundan Rita Ömərova idi.